Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Aysun İsmailova sosyal medya hesabında kızı Sevgi ilə birlikdə istirahətdən yepyeni görüntülər paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olub videomu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Bölüşmək istəyirəm. İlk baxışdan çox özəl, səmimi bir qarşılanma oldu. Havalimanından bizi Rixosun özel avtomobili qarşıladı, gətirdi bizi otelə. Otelə çatar-çatmaz bizə çox gözəl istihavlılarla qarşıladılar, gözəl işçilərlə qarşıladılar, desertlərlə qarşıladılar. Təbii ki, bunların hamısını paylaşacağım. Bu özəl qarşılanma üçün bütün Rixos ailəsinə və xüsusilə də Zəfər bəyə dərin təşəkkürümü bildirirəm. Təbii ki, burada Turgut Travel'ın rəhbəri Turgut bəy də bir təşəkkür düşür. Çünki bunların hamısı Turgut Travel'ın sayəsindədir. Bu arada bu özəl qarşılanmalar bütün Turgut Travel müştərilərinə keçərlidir. Və gəldik, çatdıq otağımıza. Bizim otağımız Family Room adlanır, səhv etmirəmsə. Girən kimi bizi sol tərəfdə sanuzel qarşılayır. Daha sonra bizi belə gözəl bir mətbəx qarşılayır və yemək masası. Təbii ki, çox geniş, çox böyük bir qonaq otağımız var. Burada dincələ bilərsiniz, televizor izləyə bilərsiniz. Burada teras var, indi göstərəcəm. Terasa həm zaldan, həm yataq otağından keçmək olur. Burada bizim yataq otağımızdır. 2 nəfərli yataq otağıdır. Divan var, istəsəniz açılıb kravat olur. Sol tərəfdə qardirobumuz var və vannalı bir sanuzelimiz var. Gedək terasımızı da göstərim sizə. Bizim terasımız dəniz mənzərəlidir və baseyn mənzərəlidir. Bu arada onu da deyim ki, dostlar, hal-hazırda Radamis'in Safir restoranındayıq. Bura ana restoranlarından biridir. Bu restoran çox böyük restorandır. Hədsiz çox dərəcədə çeşidlər dəhşətli dərəcədə boldur. Yəni, hər ağız dadına uyğun yemək tapa bilirsiniz. Mənim üçün ən önəmlisi uşaq menüsudur. Çünki Sevgi körpədir, 2 yaşı var, hər şey yeyə bilməz, baharatlı falan. Ona görə uşaqları çox düşünüblər. Ümumiyyətlə, bu qədər tətilə getmişik, ən sevdiyim otellərin içində o siyahıya o yeri aldı. Çünki doğrudan da otel möhtəşəm oteldir. Öncəliklə istər qulluqları olsun, istər yeməklər olsun, istər içində hər bir şey var otelin. Düşünün, 14 dənə alakart restoranı var otelin. Yəni, möhtəşəm bir oteldir. Mən düşünürəm ki, bundan sonra ildə bir dəfə bura gəlməliyəm. Çünki bura o qədər böyükdür ki, gəzdikcə doymursan. Demək, burada degustasiya edirəm. Şilyatların hamısından götürmüşük. Dadına baxaq. Mükəmməldir. Bu çox dadlıdır, hə? Bu da qəşəkdir. Resimlər nədən görsən? Bu nəyə oxşuyur? Amma bu yumurtalıdır elə bil. Çox maraqlı dadı. Çox fərqli bir dadı var bunun. Sonra burada bir dənə var sütlaç kimi. Onu ver. Bu da çox dadlıdır. Bu San Sebastian'dan bir damcı oxşuyur. Hamısı dadlıdır. Ay. İstədim çəkim, sonra utandım. Bunlar indi güya diyetadadılar, ölürəm. Diyetadaydınız. Daha şirniyyatları çapıb taladılar. Ay, nətər dadı? Bunların hamısını sən yığıb gətirmirsən, bura? Ağzı doldu deyilmədi. Amma mən sizi qınamıram. Doğrudan çox dadlıdır. Yeməmək mümkün deyil. Demək dostlar, oteldə hədsiz çox hovuz var. Burada həm böyüklər, həm uşaqlar üçündür. Yəni biz tərəfin həm böyük, həm uşaqlar üçündür. Bura isə sırf uşaqlar üçündür. Amma nəyi burada bəyəndim bilirsiniz? Uşaqlar üçün lijankalar var. Zoentiklər var. Görün nə gözəl görünür. Sırf uşaqlar üçündür bunlar. Daha sonra
Orada uşaqlar suda əylənəcəyi aktivitelər var. Belə. Çox gözəl otel. Oteli çox bəyəndim. Hər şeyi düşünüblər, hər şeyi. Yəni sırf ailə otelidir bura. Bura ailənizlə, yoldaşınızla rahatlıqla gələ bilərsiniz. Yəni ailənizi rahatlıqla göndərə bilərsiniz. Çox gözəl bir oteldir. Sevgi çek. Sevgi kırmızı yoksa nude? Nude. Sevgi gloss yoksa mat? Mat. Sevgi de pamada istəyir. Öpücük pamada. Bundan bırak gel. O şimdi asker canın elini ister. Yaşamsan eğer pervanen olum, aşıksan eğer divanen olum. Olabilsin sizden küsem, dostlar beni unutmayın. Sevgi. Seni kurban oğlum. Otağa girdik ki bizi bu qarşılayır. Ne hoşuma gelmesin de açkısını koyup. Yok öpürüm tutmuyorum aşkım. Otağın kapısını açtım riski bunu gördüm. Deli oldum. Bu nedir? Sen buna oxşuyursan. Bu nedir ki vapşi mən? Görür məni neylədin?